Bir çox sahədəki uzmanlar bu əməliyyatı aparmağı bacarır. Yalnız son dövrdə artıq bu rinoplastiklərin sayısının artması ilə bərabər elm dünyasında buna bir şəkil verməyə, biraz bu işi elm tərəfindəki yönü ilə necə deyərlər, təqdim eləməyə çalışır və son dönəmdə müasir, yəni modern rinoplastika deyən bir tabir ortaya çıxıb. Bu tabirin açmaq lazımsa, bu belə bir şeydir ki, məsələn, biz burun, üzün 1/3 hissəsini tutan, orta 1/3 hissəsini tutan görüntü olaraq çox önəmli bir orqandır. Yalnız burada əvvəla bunu vurğulamaq lazım ki, bu orqan şəffaf olmalıdır. Yəni, burun şəffaflığı nə deməkdir? Bir insanın üzünə baxdığı zaman, bir insanın gözü ilə təmas qurulursa, o deməkdir ki, burun şəffafdır. O nə demək? Yəni, bir insanın üzünə baxdığı zaman əgər gözlər buruna çevrilirsə, istər-istəməz. Yəni, bu insan həkim olmasa da, professional bir cərrah olmasa da, əgər xalq içində bir insanla danışdığı zaman, bir də görürsən ki, sən oturan üzbəüz bir insan sənin burnuma nəzər salır. Yəni, diqqətini çəkir. Bu deməkdir ki, burun şəffaflığını itirib. Biz bu şəffaflığı ortaya gətirməyə çalışırıq. Yəni, burun şəffaf olmalıdır. Bu demək deyil ki, əməliyyatdan sonra bu şəffaflıq itəcək. Bəzən tam tərsi olur. İnsan rinoplastik əməliyyatı olur, burun estetik əməliyyatı olur. Üzünə baxan kimi gözün nəzərini diqqətini çəkir buruna. O, şəffaflığın itirmiş burun deyil. Bu, əslində, başarılı, yəni müvəffəq olmuş bir cərrahiyyət deyil. Müvəffəq olmuş cərrahiyyə odur ki, insan üzünə baxdığı zaman o burun görsənməsin, şəffaf olsun. Danışanda gözlərinə baxsın, gözlər ortaya çıxsın. Bizim məqsədimiz insanların gözlərini ortaya çıxartmaq. Çünki gözlər qəlbin aynasıdır. Doğrudur. İndi ikinci mövzu olaraq bunu vurğulamaq istəyirəm ki, burun əslində bir orqandır. Yəni, içi də, çölü də ayrı orqanlar deyil. Burun içi də və çölü də toplam əhəmiyyətli orqandır. Yəni, o demək deyil ki, burun içindəki çəpər xarici görüntüdən ayrıdır. Xeyr. Onun üçün çox önəmlidir ki, burun estetik əməliyyat aparıldığı zaman içi də düzəldirsin. Yəni, bir çox insan gəlir, çox xəstə gəlir, burun estetik əməliyyat aparılıb, amma nəfəs ala bilmir. Bu təbiidir. Niyə? Çünki zaten estetik əməliyyat, yəni burun rinoplasti, onsuz da burun daraldıcı bir prosesdir. Yəni, biz orada artıq olan hissələr götürdüyüm zaman, oradakı o tabanı biraz, yəni krışa necə deyərlər, təzədən şəkilləndirdiyimiz zaman burun içi, yəni nazal vaft dediyimiz bölgə onsuz da daralır. Onun üçün mümkün olduğu qədər içini də biraz rahatlatmaq lazım ki, xəstə əməliyyat sonrası dövrdə burun nəfəs almada əziyyət çəkməsin. Zaten belə xəstələr çoxu ya travma olmuş xəstələrdir, ya doğuşdan olan çəpər əyrilikləri və konka dediyimiz patologiyalarla gəlir. Yəni, bir həkim, bir cərrah onu düşünməli ki, bu xəstənin həm içindəki funksiyanı qorusun, həm də çölünü gözəlləşdirsin. İşin əsas şeyi budur, yəni mahiyyəti budur. Funksional dediyimiz şey budur. Təbii də dediyim kimi, təbii burunda şəffaf burun deməkdir. Yəni, bu terminologiya elm aləminə yeni girən bir terminologiyadır, şəffaf burun terminologiyası. Və son zamanlar bizim əlimizdən gəldiyi qədər insanın əməliyyat sonrası buruna baxıldığı zaman insanlar onun əməliyyat olduğunu anlamasın. Amma həstə də öz görüntüsünə məmnun olsun. Bizim məqsədimiz bu. Ümumiyyətcə, doktor, dediniz, bax, uğurlu alınması üçün bu əməliyyatın, yəni həkim nələrə diqqət etməlidir o zaman? Yəni həkim burada hansı səhvləri buraxmamalıdır ki, sonradan nəfəs alma pisləşsin? Ya ola bilər çöl görüntüsü, xarici görüntüsü yaxşı olsun? O həkimlərə aid seminərlərdir bizim danışdığımız şeydir. Əslində xalqa yönəlik bir, necə deyərlər, məlumat vermək daha məsləhətdir. Amma bunu vurğulamaq istəyirəm ki, ən professional, yəni dünyanın məsələn, nə deyim, ən məşhur estetik cərrahları, məsələn, Anderson kliniğində, Amerikada Anderson deyə bir məşhur cərrah var. Onun istatistikalarına görədir. Bütün dünyanın istatistikalarına görə ən məşhur, ən başarılı cərrahların 10%lik bir revizyon əməliyyatları var. Yəni, deyək ki, 100 dənə əməliyyat eləmişsiniz, onun 10 dənə xəstəsi təzədən əməliyyat ehtiyacı görülür. Ya, bu dünyanın qəbul etdiyi istatistikadır. Ən başarılı 10-dur. Bu 20-yə qədər davam edir. Yəni, o demək deyil ki, siz gələn hər xəstənin 100%lik onu, sehirli bir çubuğunuz var, istənilən şəkil verəcəksiniz. O, cərrahın xüsusi təcrübəsinə bağlıdır. Daha çox nə qədər əməliyyat eləsə, o qədər çox təcrübə qazanmış olur. Və əlbəttə ki, sadəcə rinoplasti sadəcə burunla qurtarmır.
İçindəki qığırdaq bəzən istənilən səviyyədə olmur. O zaman qulaqdan qığırdaq götürürük, lazım ehtiyac olanda qaburğadan qığırdaq götürürük, rekonstruktiv cərrahiyyədə yönəlirik. Yəni bunların hamısını təcrübə edilmiş bir cərrah olmalıdır əlbəttə ki, bu konuda yardımcı alan xəstələr. Ümumiyyətlə bu rinoplastika əməliyyatlarında uğursuz alınan əməliyyatlar da olur. Sonradan ola bilər ki, müraciət edirlər. Bu yəqin ki, daha biraz çətin olar. Bu yenidən əməliyyat etmək yəqin ki, biraz... Bilirsiniz necə? Bu iki faktor var burada. Birincisi, əvvəl əlbəttə ki, açılmış burun təzədən açmaq çox əziyyətli işdir və o təzədən əməliyyat eləmək üçün bunun üçün xüsusi vaxt lazımdır ki, bütün oradakı sistem otursun, yəni o toxumalar birləşsin, özü qaydasına düşsün. Bunun üçün də ən az, yəni ən iyi ehtimal 3 ay lazımdır. Amma bizim daha çox 6 ay gözlədiyim, yəni əməliyyatdan sonra 6 ay gözləmiş xəstələrə toxunmaq daha məsləhətdir. Burada iki faktorla. Bir, sizin əməliyyat elədiyiniz burun bəzən, yəni dediyim kimi 100% heç kim başarılı göstərə bilməz, garantiya bilməz. Bu qeyri-mümkündür. Bir də var ki, başqa cərrahlar tərəfindən əməliyyat edilmiş burunlar, onlar başqa texnikalarla istifadə edir üçün sizin üçün biraz problem yaranır. Əsas orada odur. Yəni siz elədiyiniz texnikanı bildiyiniz üçün harada nə qoymusunuz, nə etmişsiniz, harada tiş atmışsınız və s. Amma başqa cərrahlarla üzləşəndə, işləri üzləşəndə biraz daha çətinləşir. Ümumiyyətlə, hal-hazırda bu rinoplastika əməliyyatlarında hansı yeniliklər var? Məsəl üçün, əvvəllər bildiyim qədər bu əməliyyatlardan sonra şişkinliklər çox olurdu, qaraltılar çox olurdu, uzun müddət çəkirdi bunların aradan qalxması. Ancaq indi sanki bu problemlər artıq geridə qalıb. Bu yeni nəsə bir ola bilər. Yeni, əlbəttə ki, bu işdə yeniliklər var. Amma xüsusilə vurğulamaq istədiyim odur ki, bu gözaltı qaralmalar, ödəmlər və s. o burun ətrafındakı bu sümüklərin qırılması sonrası əmələ gəlir. Orada da bir neçə damar keçir o nahiyədən. Onlara daha az zarar vermək üçün, daha az xəsarət vermək üçün xüsusi yeni alətlər, incə alətlər artıq istifadə olunur. 2 mm-lik. 2 mm osteotomlar var. Yəni artıq bu sümüklər qırılmır, qırılır, ancaq səliqəli şəkildə ola bilər ki. Amma çox səliqəli. Düşün, yəni 2 mm-lik şeylərlə, aralıqlarla, şeylərlə, kəsiklərlə o gözəl bir şey, incə bir şəkildə yerinə oturtdurulur. Yəni yəqin ki, o zaman bu iş həyatına dönmək də yəni çox uzun çəkmir. Əlbəttə. Yəni bir həftə sonra, bir həftə istirahətdən sonra yəni əlbəttə 100% heç kim garantiya verməz ki, orada heç ödəmə olmayacaq. Bir balaca şişlik olacaq, bir balaca orada göyərtilər, amma bir həftə sonra istəsə, arzu eləsə öz rutin, aktiv həyatına, iş həyatına da qayıda bilər xəstə. Qayıda bilər. Ümumiyyətlə, bu nəfəs dediniz çəpər əyriliyi ilə bağlı. Çəpər əyriliyi olarsa burunda, ancaq burunun öz forması, estetiyə yəni ehtiyac olmazsa, çəpər əyriliyini aradan qaldırdıqdan sonra burunda hər hansı bir dəyişikliklər formasında ola bilərmi? Çox gözəl sualdır. Bu əslində içindəki o funksional orqanların artıq xəstələrə bütün müasir texnologiya, müasir tibb xəstəyə daha az invazyon, daha az xəsarət yönündə istiqamətləndirməklə yəni gedir. Onun üçün laparoskopik cərrahiyyələr, endoskopik cərrahiyyələr artıq formalaşır ki, xəstənin daha az bir kəsi, bədənindən lazımsız, sadəcə lazımsız hissələrini götürmək, funksional heç şeyə toxunmayaq. Məqsəd budur. Bizim burnumuzda balıq qulağı dediyimiz orqanlar var. Bu bizim funksional, yəni lazımlı orqanlardır. O nədir? O əslində bizim bədənimizin necə deyirlər, istilik sistemidir, atopeniyamızdır. Yəni, məsələn, soyuq havalarda bəzi insanlar deyir ki, soyuq başlayan ki, burun tıxanır. Bu təbii prosesdir. Niyə? Çünki orada o balıq qulağının ətrafındakı damar ağı havanı daha çox isitmək və təmizləmək üçün şişir. Bu normal fiziolojik, funksional bir prosesdir. Bəzi insanlarda bu artıq dərəcədən çox olur. Onun üçün biz bir balaca onu büzüşdürücü əməliyyatlarla onu sakitləşdiririk, çildiririk. Amma qətiyyən ortadan qaldırmırıq. Balıq qulağını kəsmək artıq yoxdur. Yəni, ümumiyyətlə, öncəki bu əməliyyatlarda var idi mi belə bir şey? Əlbəttə, kökündən kəsilmə deyə bir şey. Yəni, bu da orqanizmaya yəqin ki, çox bir mənfi yəni, xəstə məsələn, soyuq havaya çıxırdı, tamamən o balıq qulağı olmayan, orqan olmayan halda, soyuq havanın burnuna çəkən kimi elə deyil ki, beynimə buz toxundururlar. Çünki o hava isinmir. Yəni, yenə də bu həkimlərin üzərinə düşür bu cür diqqət... Yox, bu həkimlər günahlandırmalıyız. Çünki bu müasirləşən şeylə, tibblə, hər il dəyişir. Artıq trend bu yöndədir. Artıq buna ehtiyac olur. Yəni, əvvəllər daha radikal yanaşırdıq. İndi yavaş-yavaş minimal invaziv.
Əlbəttə, bəzən ehtiyac olur ki, balıqlarını bir balaca ucundan kəsmək. Amma tamamilə ortadan qaldırma artıq söz konusu deyil. Bir də bildiyim qədər bu rinoplastika əməliyyatları açıq-qapalı texniklə aparılır. Bu haqda nə deyə bilərsiniz? Yəni bunların hansı daha yaxşıdır? Hansı yaxşıdır? O xəstənin və burnunun şeyinə görə, vəziyyətinə görə dəyişir. Bəzən elə olur ki, sadəcə burunda kiçik bir hissə müdaxilə olacaq. Məsələn, deyək ki, burada bir problem yoxdur. Sadəcə burun sırtında, burun şeyində, necə deyilir, belində problem var. Onda qapalı texniklə xırda bir işlənə onu qurtarmaq olar. Yəqin ki, bu əməliyyatın bu sağalma müddəti də bu cür əməliyyatlar. Əlbəttə, yəni orada tikiş olmur. Yəni demək, alınası tikişlər olmur. Amma yenə də alçı olur, gips olur, sarğı olur. O texnik biraz texniki məsələdir. Texniki məsələdir. O xəstəyə rahatlıq və ya şey məsələsi deyil. Həkimin tərcihidir, o xəstədən xəstəyə dəyişən prosesdir. Bəs burun ucu əməliyyatlarından nə deyə bilərsiniz? İşte burun ucunu qapalı texnik eləmək çox çətindir. Çünki orada simmetriyanı qorumaq çətindir. Onun üçün ən idealı açıq texniklə eləməkdir. Burun ucundakı əməliyyatlar və həqiqətən bu işin ustalığı burun ucu əməliyyatlarından aşkar olunur, yəni ortaya çıxır. Yəni bir çox texnika var, bir çox şey var. Yəni o xəstədən xəstəyə dəyişir onu uyguladığımız texnikalar. Bir də həkim istərdim biləm ki, bu ümumiyyətcə burun üzərində əməliyyat, rinoplastika, burunun hər formada şəklini dəyişmək olarmı? Yəni uzunluğunu, enliliyini, nə bilim, qısaldılması, hamısı mı aparıla bilərmi? Yoxsa bu burunun özünə, yəni formasından da asılıdır, ilkin formasından yəni? Deməli bizim, yəni elmi olaraq rinoplastika əslində bir həkimlik elmidir. Bu elmin də bir şeyi var, yəni yazılmış qaydaları var. Heç kim, yəni bir inşaat ustası kimi gedib nəsə öyrənib gəlmir. Bu işin pillə-pillə oxumaqla teorik və praktik mərhələləri var. Bizim elmi olaraq mən sizə deyim ki, bu işin pillələri var. Yəni estetik cərrahiyyən pillələri var. Ən aşağıda pillədə biz deyirik ki, çox pis burun. Sonra gəlir pis burun. Yəni necə pis deyirəm, şəkli olaraq. Hə, şəkli olaraq. Ondan sonra gəlir orta, ondan sonra gəlir yaxşı, ondan sonra çox yaxşı. 5 pilləli bir mərhələdir. Ən yaxşı ehtimalla 2 pillə atlamaq olur. Yəni çox pis burun, çox yaxşı burun mümkün deyil olsun. Demək ki, burunun öz formasından da nələrsə bir asılı. Bu pillə, o sıralamayı biz qoyuruq. Xəstəyə deyirik ki, sən bu pillədən ancaq bu pillədən bu pilləyə atlaya bilərsən. Orta səviyyədə bir burnu çox yaxşı burun halına gətirmək olar. Ya da orta halda ki, ya da pis bir burnu yaxşı bir burun halına gətirmək olar. Maksimal budur, yəni bizim bacara biləcəyimiz, cərrahın bacara biləcəyi budur. 5 pilləni atlamaq mümkün deyil. Bu elmi olaraq da isbatlanmış bir şey deyil. Bəs bu dərinin qalınlığının, incəliyinin, burunun formasına, yəni sonuçda alınacaq bir formasına təsiri varmı? Əlbəttə, bunun həm avantajı var, həm dezavantajı var. İncə dəri bizim üçün çox sevdiyimiz bir şey deyil. Hətta incə dəri də yaxşıdır. İncə dəri deyil. Çünki yəni orada çox incə ayarlarla oynamaq lazım ki, o dərinin altında çox qabartılar zad hiss olunmasın. Əslində çox qalın dərini də sevmirik. Çünki sizin altda gördüyünüz iş ortaya çıxmır. Yəni o bəlkə də xəstənin də istədiyi o tam bəzən xəstə gəndə ümumiyyətcə tam o kiçik burun istəyir. Yəni o üzünə yaraşsa da, yaraşmasa da deyir mənim burnum kiçik olsun. Amma məncə dəri qalın olsa bu tam bunu almaq olmur. İşte onu almaq olmur. Bir də belə xüsusilə belə çox mən bunu istəyirəm deyən xəstələrə toxunmamaq lazım. Onun psixiatrik konsultasiya lazımdır əvvəla. Çünki belə xəstələrə məmnun eləmək çətindir. Yəni çünki həqiqətən psixolojik olaraq da bu işin içində təsir altında olan insanlar var. Yəni mən gəlir məsələn əlində bir şəkildən bir məşhur bir müğənninin və ya işte Amerikadakı bir sənətçinin ya da xaricdə bir mən bu burnu istəyirəm. Bu xəstəyə toxunmaq aslında düzgün deyil. Yəni bunun biraz psixolojik necə deyirlər müayinədən keçdikdən sonra ondan sonra bizə gəlib kömək alsa daha məsələdir. Ümumiyyətcə elə xəstələrlə necə razılaşırsınız? Ola bilər bəlkə kompüter modelləşmədə onları yəni inandırırsınız ki, sizin üzünüzə başqa bir burun daha yaxşı gedər. Yəni belə bir şeylər olur mu? Aydındır, bu kompüter proqramları var. Yəni kompüter proqramlarında xəstəyə ona uyğun, buruna uyğun şəkil verib onu göstərmək mümkündür. Amma son vaxtlar bunu professional, yəni bu işin ustadları, Amerikadan olan bir çox, yəni biz konqrelərdə bunu, yəni bu suallarla qarşılaşırıq, məsləhət görülmür. Çünki yəni həqiqətən işin əslinə gəldiyin zaman xəstə sizə mediko-legal olaraq, hüquqsal olaraq sizdən tələb eləyə bilər ki, bəs mənə bu şəkili göstərin, amma belə olmadı, belə oldu. Başa düşürsünüzmü? O yüzdən yəni, bu kompüter sistemi əslində xəstələri cəzb eləmək üçün, proqramlar və xəstələri şirinləşdirmək üçün, amma əslində
yəni işin həqiqi mənasında bu düzgün deyil. Yəni xəstə ilə ortaq bir fikir alandan sonra, onunla yaxşı bir şəkildə diyaloq qurduqdan sonra bu işi görmək lazımdır. Yəni xəstə necə deyirlər? Hər şeyi danışmaq lazımdır. Yəni gözlədiyi bir sonucu almasa, ona daha çox pis təsir edir. İşte onun indidən 100% garanti verirəm ki, sən belə olacaqsan. Orada o düzgün deyil. O insanları aldatmaqdır. Bəs o zaman belə sual verim. Bax, siz bir həkim olaraq əməliyyata girirsiniz, xəstənin burnunda əməliyyat aparırsınız. Siz artıq, yəni necə deyim, öncədən beyninizdə bir burun forması artıq gözünüzün qabağınıza gətirirsinizmi ki, mən bu xəstənin burnunu bu formada düzəldəcəm. Ya da ki, bu nəyə bağlıdır? Bəlkə siz onun üz cizgilərinə baxıb əməliyyat zamanı qərar verirsiniz. Bu fasial analiz deyirik biz buna. Yəni fasial analiz üzün quruluşuna bağlı olaraq elmləşdirilmiş, xəttkeşlə ölçülmüş, dərəcələndirilmiş şeylər var, rəqəmlər var. Hər şeyin elmi var. Atılan hər incə kəsin elmi var. Bu, əlbəttə ki, əvvəla onu formalaşdırırıq, zehnimizdə planlaşdırırıq, bizim xüsusi formalarımıza orada şəkilləndiririk. Hər şey proqramlı şəkildə girilir. Yəni, onun üçün hər şeyin elmi olaraq üsuluna uyğun getdiyiniz zaman problemlər və yan fəsadlar minimuma enir. Biz içimiz rahat bir şəkildə əməliyyata girir, içimiz rahatda çıxırıq. Çox gözəl. Bir də bu əməliyyat olunan burunlar çox vaxt bilinir. Nədən bilinir? Yan xarici, yəni görünüşünə deyirəm ki, yan tərəflərdə mütləq belə bir batıqlar olur. Bu nədən irəli gəlir? Yan dediniz bu hissədən mi yoxsa bu hissədən? Yox, bu hissədən belə batıqlar, çökmələr olur, batıqlar olur. Bu nəyin nəticəsidir? Bu nazal valv bölgəsinin çökməsidir. Yəni burun o qədər darlaşır ki və içindəki funksional hissələr o qədər yararsız hala gəlir ki, artıq burun nəfəs çəkməsi üçün buralar çökür. Onun üçün funksiyanı qoruduqdan sonra bu çökmənin qabağını almaq olar. Deyək ki, oja olub, çökmə olub. Biz burada nə edirik? Burada nazal valv cərrahisi dediyimiz bir cərrahi metod var. Yəni biz onu, burun hissəsini, o hissəsini açıb, oraya dəstək qığırdaqlar qoyuruq ki, o çökməsin. Çökməsin. Demək ki, onda belə çıxır ki, bu qığırdaqların yəqin çox hissəsinin oradan çıxardılması nəticəsində də ola bilər də? Yox, elə deməyək. Yəni, əlbəttə ki, hər şeyi bir ümumiləşdirmə şey, amma şey olaraq, nəzəri olaraq, nəzəri olaraq çox vaxt burun nəfəs almadığı zaman bu problemlər olur. Bir də həkim, bu əməliyyat olunmuş insanlar, burundan əməliyyat olunmuş, danışıqlarında nəsə bir dəyişikliklər olur. Sanki onlar burunlarında danışıq... Nazölə danışıq deyirik biz ona, burundan danışıq deyirik. Xəstə o qrip zamanı olan səs çıxır. Yenə funksiyanın qorunmamasına bağlı olan problemlərdir. Bu da ona bağlıdır. İşte funksiya dediyimiz odur, yəni. Həm xəstənin danışığı, nəfəsi, qayma boşluğundakı açıqlıqların qorunması, burun çatısının daralmaması. Daralsa da onu mümkün olduğu qədər az daraltmaq. Yəni, əgər məcbur daralacaqsa, içindəki bəzi orqanların biraz kənarlaşdırmaq ki, hava keçişi olsun. Bəs bu əməliyyatdan sonra xəstələr yəqin ki, nələrəsə riayət eləməlidirlər ki, bu burun, necə deyim, ya bir sonradan zədə almasın. İndi ola bilər ki, əməliyyat zamanı da nəsə bir problem olub, ya da ki, sonradan. Bu xəstənin diqqətsizliyi ucbatından. Yəni, xəstəyə bunların hamısını biz əməliyyatdan sonra təkcə izah edirik. Yəni, bu xüsusilə bu konuda maraqlanmaq, yəni bu mövzuda maraq oyanan tamaşaçılarımıza mənim kişisəl web sitem var, lor.az. Ora girib bu mövzu ilə əlaqəli geniş məlumat ala bilərlər. Əməliyyat sonrası nəyə diqqət edilməlidir və s. Çox gözəl. Bir də həkim, siz qulaq, burun, boğaz uzmanı kimi də istəyirdim sizdən bu xoruldamaların səbəbini sizdən öyrənim. Çünki bir çox insanlar bundan əziyyət çəkir. Bu da heç özləri üçün də xoş deyil, yəni ətrafdakılar üçün də xoş deyil. Xoruldama çox müasir bir problemdir. Xoruldama ilə bizim qabağımıza çıxan bir çox xəstə olur. Amma xoruldama bir səbəbə bağlı deyil. Çox həm funksional, həm çevrəsəl bir çox faktor var bu işin içində. Ola bilər ki, uşaqlarda xoruldama olsun, ola bilər ki, böyüklərdə olsun. Uşaqlardakı xorumaların təbii ki, o lenfoid sistemdəki adenoid və tonsil toxumalarına bağlı xoruldamalardır. Onları təmir eləmək, necə deyərlər, daha rahatdır, daha asandır. Yəni, kiçik müdaxilələrlə o xəstələr çox rahatlayır, dramatik bir şəkildə düzəlir. Amma əsas problem olan xoruldama böyüklərin xoruldamalarıdır. Burada bir çox faktor işin içinə girir.
Burada artıq burun da önəmli bir funksiya görür, amma buruna əlavə ağız içi orqanlar da, yəni ağız içindəki bir takım patolojilər, bir takım problemlərlə üzləşirik biz. Deməli, bəzi problemlər var ki, biz ona müdaxilə edə bilmirik. Məsələn, qısa boyun. Tıknaz insanlar var, qısa boyunlu. Biz onu müdaxilə edə bilmirik, çünki yapısal olaraq elədir. Amma bəzi insanlar var ki, kökdür. Məsələn, deyir ki, mən 20-25 yaşıma qədər xorullamırdım, ondan sonra bir bazı kökəlməyə başladım, xorullamaya başladım. Baxırız ki, burnunda, boğazda çox ciddi problemlər yoxdur. Bir diyetlə o şikayətlər aparmaq olar. Bu işin ən asan formasıdır. Ondan sonra biz baxırıq ki, xəstənin ağız içində vəziyyət necədir. Böyük insanlarda, yəni biraz yaşı iləriyən 25 yaşın üstün insanlarda, yəni erişkin insanlarda orada çox vaxtı biz bir takım problemlərlə üzləşirik orada. Onlar nədir? Ən əsası, məsələn, burun içindəki funksional problemlər. Çəpər əyirliyidir, balıq qulaqlarının böyük olmasıdır, nazal poliplərdir, allergik rinitlərdir və s. Bir də ağız içindəki patologiyalara baxdığımızda, ağız içində yumuşaq damağın aşağıda olduğunu görürük. Yəni, o balaca dil dediyimiz hissə, əslində xorulda səsini çıxardan odur. Onun hərəkət şeyi ilə, necə deyirlər, frekansları ilə xorultu səsi gəlir. Baxırız ki, çox aşağıdadır. O aşağıda olduğu zaman həm arxa burundan gələn havanı daraldır, həm ağızdan gələn havanı daraldır. Biz ona cərrahi müdaxilələrimiz var. Cərrahi müdaxilələrimiz nədir? Uvulopalato-plastika dediyimiz bir takım əməliyyat texnikalar var. Onunla xəstələrin bir çox hissəsini biz köməklə eləyirik və üzgüldürücü nəticələr alırıq. Müasir texnologiyalar da burada işin içinə girir. Belə, çox sağ olun, həkim studiyamıza gəldiniz və belə ətraflı məlumatlar verdiniz. Əziz tamaşaçılar, xatırladım ki, bugünkü mövzumuz funksional və təbii rinoplastika, baş gicələnməsi və xoruldama haqqındaydı. Qonağımız HP Güvən klinikanın qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi uzmanı Yusif Hacıyev idi. Mən sizinlə sabah yenidən görüşmək ümidi ilə sağollaşıram. Sağ olun, sağlıqla qalın.